Salam dəyərli izləyicilərim. Bugün sizlərə Kimya 2005 test topusundan üzü birləşmə arası genetik əlaqə mövzusundakı testlərin izahını verəcəm. Bugün artıq videomuzun 3-cü hissəsidir və 131-dən başlayaraq sualların izahını verməyə çalışacağım. Əminəm ki, artıq bəzi suallar və bəzi reaksiyaları əzbərləmisiniz. Başlayaq sualların izahına. 131-dən başlasaq. Deməli, burada əvvəlcə verilib qarışqa turşusu və sulfat turşusunun iştirakında parçalanır. Ümumiyyətlə, burada diqqət edin, müsbət yoxdursa bu katalizator deməkdir. Yəni, burada bu sulfat turşusu katalizator rolunda çıxış edir. Qarışqa turşusu da sulfat iştirakında parçalanır dəm qazı və suya. Dəm qazı deməli, metil spirti ilə prosesə daxil olduqda bu zaman alınır deməli sirkə turşusu. Sirkə turşusu da baxın, burada P2O5 quruducu olaraq su çəkici higroskopik bir maddədir. Burada sirkə turşusundakı olan suyu çəkir, loru şəklində desək və bu zaman sirkənin anhidridi əmələ gəlir. Sirkə turşusunun anhidridi əmələ gəlir. Anhidrid suz forma deməkdir. Baxın, bu şəkildə 2 sirkə turşusu, 2 mol götürürsünüz burada. 2 mol sirkə turşusundan 1 mol su çıxır və nəticədə bu şəkildə bir sirkə anhidridi əmələ gəlir. Uyğun variantlar hansı olacaq? Burada karbon monoksid, sirkə turşusu və anhidridi olur. Y variantı. 132-yə baxsaq.